Salam, kimya fənni üzrə 7-ci dərsimizə başlayırıq. Mövzumuz belədir: nüvə yükü, kütlə ədədi, izotoplar və ionlar. Əvvəlcə 6-cı dərsdən qısaca xatırlayaq. Demişdik ki, atomun mərkəzində nüvə var. Nüvənin daxilində protonlar və neytronlar var. Atomun ətrafındakı təbəqələrdə isə elektronlar fırlanır. Qısacası 3 cür zərrəcik var. Biz bunları işarələmişdik. Protonları P hərfi ilə, neytronları N hərfi ilə, elektronları E hərfi ilə, yəni baş hərfləri ilə. Protonun kütləsi 1, neytronun kütləsi 1, elektron isə şərti olaraq 0 götürürdük. Yükə gəlincə, proton müsbət 1, elektron mənfi 1-dir. Neytron isə neytraldır, yəni yükü 0-dır. İndi bu ön məlumatlardan sonra gəlin yeni dərsimiz, yəni hansı ki, izotoplar, ionlar, nüvə yükü, kütlə ədədi anlayışların hər birinin ardıcıllıqla verək. Əvvəlcə keçək yük anlayışına, yəni nüvə yükü anlayışına. Atomun mərkəzində demişdik ki, nə var? Nüvə var. Nüvədən də tərkibində proton və neytron var. Yəni protonlar və neytronlar. Neytron demişdik neytraldır, yəni yükü 0-dır. Proton isə yükü müsbətdir və şərti olaraq müsbət 1 götürürük. Deməli, nüvədə yük yaradan hansı hissəcik var? Ancaq protonlar yük yaradır. Neytron çünki 0-dır da heç bir yükün yaranmasında rolu yoxdur. Yəni, nüvə müsbət yüklüdür. Çünki proton özü müsbət yüklüdür. Əgər nüvədə 1 proton varsa, deməli, nüvə yükü 1 müsbətdir. 3 proton varsa, 3 müsbətdir. Əgər nüvədə, məsələn, 7 proton varsa, nüvə yükü 7 müsbətdir. Qısacası, nüvə yükünü protonların sayı müəyyən edir. Həmçinin dövrü cədvəldə elementin sıra nömrəsində proton sayı müəyyən edir. Yəni, 1 protonu olan birinci elementdir, 3 protonu olan üçüncü elementdir və yaxud da müsbət 7 nüvə yükü olan 7-ci elementdir. Qısası, nüvə yükü, proton sayı və elementin sıra nömrəsi bir-birinə bərabər kəmiyyətlərdir. Nüvə yükü müsbət yüklüdür. Keçək indi kütlə ədədi anlayışına. Kütlə ədədi A hərfi ilə işarə olunur. Biz zərrəciklər haqqında danışarkən demişdik ki, proton və neytronun kütləsi təqribən bir-birinə bərabərdir və şərti olaraq 1 götürülür. Elektronun isə kütləsi proton və neytrondan 1840 dəfə təqribən kiçik olduğuna görə elektronun kütləsini şərti olaraq 0 götürürük. Deməli, atomun kütləsində elektronun ümumilikdə rolu çox zəifdir və elektronu 0 kimi götürürük. Deməli, atomun kütləsinin əsas hissəsini nə təşkil edir? Protonlar və neytronlar. Belə çıxır ki, atomun kütləsi elə protonlarla neytronların cəmini hesablamaqla tapa bilərik. Beləliklə, kütlə ədədini düsturun verək. A bərabərdir P üstəgəl N. Yəni, atomun kütləsi proton və neytronların sayının cəminə bərabərdir. Protonlarla neytronları cəmlədikdə atomun kütləsini tapmaq mümkündür. Təsəvvür eləyək ki, 3 proton var, 4 neytron var. Onda kütlə ədədi neçəyə bərabər olar? A bərabərdir 3 üstə 4, 7-yə bərabər olar. Və yaxud da məsələn 6 proton, 6 neytron olsa, atomun kütləsi 12-yə bərabər olar. Beləliklə, kütlə ədədi anlayışında vermiş olduq. İndi keçək izotop anlayışına. İzotop eyni yeri tutan deməkdir. İzotoplar nədir? İzotoplar eyni elementin daxilindədir. Yəni, məsələn, tutaq ki, karbonun izotopları, azotun izotopları, hidrogenin izotopları, yəni bir elementin müxtəlif izotopları olur. Misal üçün, hidrogenin 3 izotopu var, nə bilim, azotun, karbonun, hər birinin müxtəlif izotopları var. Yəni, izotop eyni element, izotoplar eyni elementlərdir. Bəs izotopların fərqli cəhəti nədir? İzotoplara əvvəlcə gəlin tərif verək. Proton sayı eyni, neytron sayı fərqli və bununla da kütləsi fərqli olan atomlar növünə izotoplar deyilir. Yəni, misal üçün, proton sayı 6-dır, neytron sayı 6-dır. Proton sayı 6-dır, neytron sayı 7-dir. Bunlar izotopdur. Çünki proton sayı eyni, neytron sayı fərqli olduqda, kütlə də fərqli olur da. Çünki 6 üstə 6, 12, 6 üstə 7, 13. Bir daha deyirəm, proton sayı eyni, neytron sayı fərqli olan elementlər növünə, daha doğrusu atomlar növünə izotoplar deyilir. Yəni, izotoplar bir-birindən sadəcə kütlələrinə görə fərqlənir. İzotoplara misallar. Ən tipik misal hidrogendən götürək. Hidrogenin 3 izotopu var. Protium izotopu,
deuterium izotopu, tritium izotopu və hər biri baş hərfi ilə P, D və T şəklində işarə edə bilərik. Protium izotopunda bir dənə proton, deuteriumda da bir dənə proton, tritiumda da bir dənə proton var. Yəni hər üçündə proton sayı eynidir, hər üçü hidrogen atomudur. Amma neytron sayı cəhətdən protiumda neytron yoxdur, neytron sayı 0-dır. Deuteriumda neytron sayı 1-dir, tritiumda neytron sayı 2-dir. Nəticədə kütlə 1+0 elədi 1. 1+1 elədi 2. 1+2 elədi 3. Deməli, protiumun kütləsi 1, deuterium kütləsi 2, tritiumun kütləsi 3. Elə 3 də tri, yəni tritium sözünün də mənası kütləsi 3 olmasından götürülmüşdür. Deməli, hidrogenin 3 izotopu oldu. Bunların proton sayları eyni oldu, amma neytron sayları fərqli, nəticədə kütlələri də bir-birindən fərqli olmuş oldu. İzotoplar kimyəvi xassələrinə görə eynidir, çünki eyni elementdir. Misal üçün, 2 dənə oksigen izotopu götürək. Hər ikisi proton sayı eynidir və deməli eyni elementdir. Sadəcə, məsələn, birinin kütləsi 16, birinin kütləsi 17-dir. Çünki birində 8, birində 9 neytron var. Deməli, bunlar eyni element olduğu üçün eyni kimyəvi xassələri olacaq. Fərq nədədir? Fərq sadəcə kütlədədir və bu kütlənin fərqli olması sadəcə fiziki xassələrinə təsir edir. Misal üçün, kütləsi 16 olan oksigen təbii ki, kütləsi 17 olan oksigendən fərqli fiziki xassəsi olacaq. Və yaxud da, məsələn, hidrogenə qayıdaq. Hidrogen dedik, protium, deuterium, tritium. Tritium heç süni şəkildə alınıb. Amma deuterium və protiumu biz müqayisə aparsaq, dedik ki, protium kütləsi 1-dir, deuterium kütləsi isə 2-dir. Deməli, protiumdan əmələ gələn su adi H2O-dur. Amma deuteriumdan əmələ gələn su o da H2O-dur, amma deuterium versiyası, yəni D2O-dur. Nəticədə deuteriumdan əmələ gələn suyun kütləsi daha ağırdır. Protiumdan məsələn əmələ gələn kütləsi 18-dirsə, deuteriumda isə bu deməli 20-yə bərabər olacaq. Ağır suyun da miqdarı təbiətdə çox azdır. Məsələn, tutaq ki, minlərlə molekuldan bir neçəsi ağır sudur, yəni deuterium atomundan ibarətdir. Amma əgər onun miqdarı çoxalırsa, orqanizmə də zərər vurur. Deməli, fiziki xassələrinə hansılar ola bilər? Məsələn, həll olmaya, qaynamaya və s. bu xassələrə təsir göstərə bilər. Keçək indi orta atom kütləsinə, yəni A orta. Orta atom kütləsi anlayışı niyə görə yaranıb? Misal üçün, xlor atomunun 2 izotopu var. Xlor yazaq, ikisi də 17-ci elementdir. 2 izotopu var. Biri kütləsi 35 olan izotopdur, birinin kütləsi 37 olan izotopdur. Çünki birində 18 dənə neytron var, digərində isə 20 dənə neytron var. Təbii ki, bunların kütləsi bir-birindən fərqli olmuş olacaq. Və biz yaxşı onda belə deyə bilərik də, məsələn, dövrü cədvəldə nə 35 verə bilmirik, nə də 37 verə bilmirik. Çünki təbiətdə bunların hər birinə müəyyən miqdarda yayılıb. Ona görə də biz onların yayılma faizinə görə kütləsini tapırıq. Misal üçün, elə bax, bu xlorun yayılma faizinə görə kütləsini tapaq. Əvvəlcə aorta yazıb kəsr xətti çəkirik. Kəsr xəttinin üzərində kütləsi 35 olan izotopdan neçə faiz yayılıb? 75% yayılıb. Kütləsi 37 olan izotopdan neçə faiz yayılıb? 25% yayılıb. Yəni, təbiətdəki atomlardan, xlor atomlarından 4də 3-ü, yəni 75%-i 35 olandır. 4də 1-i, yəni 25%-i də 37 olandır. Bunları vurub cəmləyirik və bölürük 100%-ə. Hesablama zamanı, indi biz burada hesablamanı ixtisarları aparsaq, 1, 3. Görərik ki, 105 üstə 37, deməli 142. Bunu da bölərik 4-ə. İxtisar aparanı 71, 35,5. Deməli, xlor atomunun A ortası, yəni orta atom kütləsi 35,5-ə bərabərdir. Biz də ona görə dövrü cədvəldə xlor atomun elementlər xanasında, yəni belə deyək, xlor elementinin xanasında nə 35 yazmırıq, nə 37 yazmırıq. 35,5-ə yaxın bir ədəd yazırıq. Çünki hərəsindən müəyyən qədər faiz yayılıb. Orta atom kütləsi haqqında bu qədər. Bunu niyə görə qeyd elədim? Məsələn, siz deyə bilərsiniz ki, oksigenə niyə 15,9 bu şəkildə yazılır? Baxı, oksigenin 8 protonu, 8 neytronu var. Bunun kütləsi 16 eləməli idi. Protonla neytron kəsr ədəd ola bilməz ki, sayları.
tam ədəddir də. Yəni ya proton 1 ola bilər, 2 ola bilər, 1,5 proton ola bilməz. Nə bilim 2,3 neutron ola bilməz. Onda niyə görə atomların kütləsi tam ədəddir? Vergüllü, yəni kəsr ədəddir. Məsələn, tutaq ki, 11 tam, nə bilim, %99, 1 tam, məsəl üçün 0,09, bu şəkildə yazılıb da dövri cədvəldə ədədlər, misal üçün. İndi şərti olaraq bunları deyirik. Deməli, bunun səbəbi nə imiş? Bunun səbəbi orta atom kütləsi anlayışı imiş. Yəni, təbiətdə nə qədər yayılıbsa, ona uyğun götürülür. Daha sonra ion anlayışına keçək. Artıq biz nüvə yüküdür, atom kütləsidir. Bu, nüvəyə aid olan məsələlərdir. Yəni, atomun kütləsinə elektron təsir eləmirdi. Atomun nüvə yükünə elektron təsir eləmirdi. İzotopda, orta atom kütləsində heç birində elektron təsir eləmirdi. İndi isə ionlarda sırf elektronlardan bəhs edəcəyik. İonu verməmişdən qabaq, əvvəlcə atom haqqında onu deyək ki, atom elektroneytral hissəcidir. Yəni, atom nə müsbət yüklüdür, nə də mənfi yüklüdür. Atom neytral yüklüdür, yəni yükü sıfıra bərabərdir. Yəni, bu o deməkdir ki, məsələn, atomda 5 dənə proton varsa, 5 dənə də elektron var. 5 müsbət, 5 mənfi. Cəmləyəndə 0 eləyir. Və yaxud da ki, atomun nüvəsində, məsəl üçün, 14 proton var, elə onun ətrafındakı təbəqələrdə də 14 dənə elektron fırlanacaq. Deməli, 14 mənfi, 14 müsbət bir-biri ilə cəmləyəndə 0 eləyir. Qısacası, atom elektroneytraldır. Amma ionlar isə kənara çıxmadı. İon nədir? İon müsbət və mənfi yüklü atomdur. İonlar özləri də iki yerə bölünür. Kationlar və anionlar. Kationlar müsbət yüklü ionlardır, anionlar isə mənfi yüklü ionlardır. Gəlin kation və anion necə yaranır, ona baxaq. Ümumiyyətlə, ionların yaranmasında proton, neutron heç cürə iştirak eləmir. İonların yaranmasında ancaq elektronlar iştirak edir. Yəni, biz bayaqki misal verdik. Burada 14 proton, 14 elektron idi. Əgər kənardan 1 elektron bura gələrsə, olacaq 15 elektron. Təbii ki, onda elektron sayı proton sayından çox olacaq. Onda 15 mənfi ilə 14 müsbəti cəmləsək, yerdə mənfi 1 qalacaq. Yəni, ümumilikdə atom mənfi yüklü aniona çevriləcək. Yox, əgər buradakı bu 15 elektrondan məsələn 3-ün itirmiş olsa, 3 dənəsini təsəvvür edir ki, itirdi, kənarlaşdı və qaldı yerdə 12 elektron. Bu zaman 14 proton, 12 elektron. Yəni, proton sayı bu dəfə elektron sayından çox olacaq. Nəticədə 14 müsbət, 12 mənfi cəmləyəndə 2 müsbət eləyəcək. Yəni, müsbət 2 yüklü ion əmələ gələcək. Buna da kation deyə bilərik. Bir daha başqa bir misallarla nümunə göstərək. Misal üçün, oksigen atomunu götürək. Oksigen atomunun mərkəzində 8 proton var. Bu o deməkdir ki, onun yükü 8 müsbətdir. Ətrafında isə 8 elektron var. Bu da o deməkdir ki, ətrafında 8 mənfi yük var. 8 müsbətlə 8 mənfini cəmləyəndə 0-a bərabər olur. Yəni, atom elektroneytral olur. İndi təsəvvür eləyək ki, oksigen atomu kənardan başqa bir atomdan, məsələn, kimyəvi reaksiya nəticəsində 2 dənə elektron qəbul etsə, o halda onun 10 elektronu olacaq. Amma proton yerində qaldı, elə 8 müsbət, 8 protonu yerində qalıb. O halda 10 elektron 10 mənfi deməkdir. 10 mənfi ilə 8 müsbəti cəmləyərik. O halda 8 dənə elektronu neytrallaşdıracaq, amma yerdə 2 mənfi qalacaq. Deməli, atom mənfi 2 yüklü iona çevriləcək. Biz ionun yükün bu şəkildə qeyd edirik. Yəni, aniona çevriləcək. Əksinə, misal üçün, oksigen tutaq ki, fluorla reaksiya girsə, nə bilim, hər hansı bir şərait dəyişikliyi nəticəsində elektron itirmiş olsa, onda mərkəzdə 8 proton var. 8 elektronun ikisi getdi, qaldı 6 elektron. Deməli, 6 mənfi ilə 8 müsbəti toplayacaq. Bu zaman 8-dən 6-nı çıxmaq deməkdir. Yerdə qalacaq 2 müsbət. Deməli, oksigen atomu 2 müsbət yüklü ion əmələ gətirəcək ki, buna da biz kation deyirik. Qısacası, proton sayı elektron sayına bərabər olanda neytral atom əmələ gəlir. Proton sayı elektrondan çox olanda kation, yəni müsbət yüklü ion əmələ gəlir. Elektron sayı protondan çox olanda isə anion, yəni mənfi yüklü ion əmələ gəlir.
Yekunda biz belə bir cədvəl, daha doğrusu düstur təklif edə bilərik. Yük bərabərdir. Proton çıxılsın elektron. Yəni atomun yükü protonların sayından elektron sayını çıxmaqla müəyyən etmək olar. Məsələn, atomun 15 protonu, 13 elektronu varsa, deməli onun yükü müsbət 2-dir. Əksinə 15 protonu, 18 elektronu varsa, deməli onun yükü, bunu silək, müsbət 2-ni silək, olacaq -3. Bu şəkildə qeyd edə bilərik. İndi isə gəlin atomda olan zərrəciklərin yerini göstərək. Hər hansı bir atomun işarəsi, məsələn, hər hansı bir elementi L-lə şərti olaraq işarələyək. Elementin aşağı sol küncündə, yəni bax bu hissədə proton sayı göstərilir. Və ya digər deyişlə nüvə yükü və yaxud da elementin sıra nömrəsi. Üçü də eynidir də, proton sayı, sıra nömrəsi, nüvə yükü bir-birinə bərabərdir. Elementin yuxarı sol küncündə atomun kütləsi göstərilir. Neytronun göstərildiyi yer yoxdur. Biz neytronu A-dan P-ni çıxaraq müəyyənləşdirə bilərik. Çünki A bərabərdir P üstəgəl N düsturu var idi. Deməli, buradan N-i tapmaq üçün toplanan cəm sadəcə biz N bərabərdir A çıxızın P düsturundan istifadə edəcəyik. Elementin aşağı sağ küncündə indekslər yazılır. Ona, məsələn, hər bir molekulda neçə atom var, o göstərilir. Ona görə biz burada zərrəci qeyd eləmirik. Elementin yuxarı sağ küncündə isə yük qeyd olunur. Əgər neytral atomdursa heç nə yazılmır. Yox, katyondursa müsbət, məsələn, müsbət 1 yüklüsə müsbət 1-i yazırıq bura, mənfi 2 yüklüsə yazırıq bura. Deməli, biz indi nümunələr üzərindən götürək. Tutaq ki, oksigen atomu 8 protonu var. Deməli, 8-i aşağı sol küncdə yazırıq. Bu o deməkdir ki, onun 8 protonu və yaxud da ki, 8-ci sıra elementidir, yəni oksigen 8-ci elementdir və yaxud da ki, onun nüvə yükü müsbət 8-dir. Yuxarı sol küncündə kütləsi yazılır, məsələn 16. Çünki oksigende 8 proton, 8 neytron var. Əgər bizdən neytron sayını soruşsaydı, n bərabərdir, onda A-dan çıxacaqdı P-ni. Yəni, neytron sayını tapmaq üçün kütlədən çıxacaqdıq, proton sayının bərabər olacaqdı 8. Yuxarı sağ küncdə, bu nahiyədə yük yazılır. Əgər atom neytraldırsa, bura heç nə yazılmır. Bu o deməkdir ki, atomdakı neytral halda proton sayı elektron sayına bərabər idi. Deməli, bunun proton sayı 8-dirsə, elektron sayı da avtomatik 8-ə bərabər olacaq. Yox, əgər bayaq dediyimiz kimi, məsələn, ion əmələ gətirsə, misal üçün, oksigen bu yuxarı sağ küncündə 2 mənfi olsa, bu o deməkdir ki, bu aniondur, mənfi yüklü aniondur. Və bunun 2 mənfi, yüküm 2 mənfidir. Bu zaman biz, burada düstur var idi, xatırlayırsa, yük bərabərdir P çıx E. Məsələn, tutaq ki, yükü verib burada, mənfi 2. Proton sayını verib burada 8. Deməli, elektron sayını necə taparıq? Çıx E, E bərabərdir. Deməli, yenə azalan çıxılan fərq düsturu ilə tapsaq, E bərabərdir 10. Yəni, 8-dən 10'u çıxıb mənfi 2-yə bərabər olub. Beləliklə, hər hansı bir elementin bir dənə də nümunə göstərək, yekunlaşdıraq ondan da. Misal üçün, bu dəfə göstərək, tutaq ki, silisium elementindən və yaxud da kükürt elementindən. Məsələn, 16, 32 və burada da yazaq müsbət 6. 16 burada o deməkdir ki, kükürdün proton sayı 16-ya bərabərdir. 32 burada o deməkdir ki, kükürdün kütləsi 32-yə bərabərdir. Deməli, onun neytron sayı da 32-dən 16-nı çıxarıq, neytron sayı da 16-ya bərabərdir. Yuxarı sağ küncdə müsbət 6 o deməkdir ki, kükürd burada katyondur. Onun elektronlarının sayı yük bərabərdir. P çıx E düsturunun yerinə qoyaq, buradakı düsturda. Nə edirik? Görürük ki, yük müsbət 6-dır. Proton 16-dır. Elektron sayını bilmirəm, X. 16-dan hansı ədədi çıxanda 6 qalar? Deməli, X bərabərdir 10-a. Deməli, bunun elektron sayı da 10-a bərabərdir ki, 16 proton 16 müsbət eləyib, 10 elektron da 10 mənfi eləyib. Yəni, 16-dan 10'u çıxıb və nəticədə müsbət 6 yük qalmış olub. Beləliklə, biz əsasən burada A bərabərdir P plus N düsturun və yük bərabərdir P çıxılsın E düsturunu yadda saxlayaraq və künclərdəki ədədlərin mənasını bilərək zərrəciklərin sayını tapa bilərik. Bu qədər. Sağ olun uşaqlar, növbəti dərslərdə görüşənədək.